Gözəl bir səhər bir şad xəbər də çatdırım hər kəsə və eyni zamanda bizim ehtiyatda olan hərbiçilərimizə və xidmətdə 20 il qüsursuz xidmət etmiş hərbiçilərimizə evlərin verilməsi ilə bağlı. Deməli, Sumqayıt şəhərində Azərbaycan ordusunda 20 il qüsursuz xidmət etmiş hərbiçilərə 59 mənzil təqdim edilib. Ümumiyyətlə, bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi məqsədi ilə verilib. Biz təbrik edirik hər birini və bildirim ki, ümumiyyətlə, il ərzində ortalama bir 500 nəfər civarında hərbi qulluqçu qüsursuz xidmətə görə evlə təmin edilir. Təbrik edirəm hər birini və gözləyənlər də gözləsinlər, yaxın bir zamanda hər biri xidmət ilinə görə evlə təmin ediləcəklər.